Salam, hörmətli dövlət müxalifət namizədlər və dövlət dostları. Bugün sizə biz Elbir Akademiyanın iyun ayının 15-i tarixində sınavına bağlı keçirilən qanunvericinin izahını verəcəyik. Hansılar nə variantdır və niyə görə? Və hər bir kəsə də uğurlar arzulayırıq. Başda birinci 16-cı sualdan Azərbaycan məhkəmə hakimiyyətinin həyata keçirilməsinin aiddir. Deməli, axır vaxtlar imtahanlarda düşən suallarda onlar abzasdan qoyub içindən istəyirlər. Yəni, mövzunun hər hansı bir abzasını qoyub içindən istəyirlər və üçüdür. Misal üçün, ABC həmin bu abzasa, bu maddəyə aid olur. Digər isə başqa bir maddə olur. Burada isə düzgün cavab D variantıdır ki, və həmin o D bu D variantı digər bir maddəyə aidiyyəti var. Onunla bağlı. Digər bir məsələ keçək 17-ci seçimizə. Konstitusiya əsasən yaşamaq hüququna aid deyildir. Və diqqətlə baxalım ki, burada hansı məsələ var? Burada da biz düzgün cavab B variantı. Niyə? Azərbaycan vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtma hüququ vardır. Bu aiddir, azadlıq hüququdur. 18-ci suala keçək ki, analıq, atalıq, uşaqlıq nə ilə mühafizə olunur? Cavab A variantı qanunla mühafizə olunur. 19-cu suala keçək. Demək hüququna aiddir. Yəni, və zəhmət olmasa oxuyan zaman ehtiyatlı olun ki, bəzən aiddir və aid deyildən səhv düşür. Burada isə 19-cu cavab B variantıdır. A variantı. A variantı. Niyə görəsə? Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyən qaydada həll edilir. Buna aidiyyəti yoxdur. Fərdi və kollektiv əmək mübahisələrinin həll olması təqdir hüququna aiddir. Sonra B variantı. Əmək müqaviləsi işləyənlər qanunla müəyyən gün ərzində 8 saatdan artıq onun iş günü, istirahət və bayram günü olmalıdır. İldə azı bir dəfə 21 təqvim günü az olmayan ödənişli mədət verməsi təmin edilir. Bu isə istirahət hüququna aiddir. C variantı. Hər kəs əmək qabiliyyətini itirdiyi sosial təminat hüququ vardır. Bu sosial təminata aiddir. Düzgün cavab D variantı. Dövlət işsizliyin aradan qalmasın, bütün imkanlardan istifadə edir. Bu isə aiddir əmək hüququna. Keçən 20-ci suala. Konstitusiya əsasən aşağıdakılardan hansı yanlışdır? Bu 20-ci sualda və burada düzgün cavab C variantıdır. Niyə görə C variantıdır? Azərbaycanın daxili suları Xəzər dənizinin gölünün Xəzər dənizinin gölünün Azərbaycana mənsub olan hissəsi, mənsub bölməsi Azərbaycan ərazisinin tərkib hissəsidir. Ona görə burada C variantı səhvdir. 21-ci suala keçirik ki, Konstitusiya əsasən prezident təqdimatı ilə yəni nəyi təsis edir? Söhbət gedir Milli Məclisdən prezident təqdimat verir və Milli Məclis nəyi təsis edir? Burada isə cavab A variantıdır. Diplomatik nümayəndələrin təsiridir. Çünki dövlət büdcəsini və hərbi doktrinini təsdiq edir. İnsan hüququ müvəkkili isə seçir. 22-ci suala keçək ki, Konstitusiya əsasən prezident namizədlərə aid tələblərdən aid deyildir. 22-ci sualda cavab B variantıdır. 1 və 3. Niyə görə 1 və 3? 1. Azərbaycan ərazisində 10 ildən artıq daimi yaşayan, 3. Cinayətə görə yox, ağır cinayətə görə məhkum olmayan şəxsdən söhbət gedirdi. 23-cü sual. Konstitusiya əsasən prezident səlahiyyətlərinə aid deyil, cavab B variantıdır. Niyə görə B variantı? Müddətli hərbi xidmətdə olan hərbi qulluqçunun ehtiyat buraxılması barədə sərəncam yox, qərar qəbul edəcəkdir. Keçən 24-cü suala və 24-cü sual. Konstitusiya Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə aid deyil. A variantı. Niyə görə A variantı? Muxtar Respublikanın büdcə layihəsini hazırlayır, Azərbaycan prezidentinə təqdim edir. Prezidentə yox, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir. Keçən 25-ci suala. 25-ci sual. Konstitusiya əsasən bələdiyyənin statusu nə deməkdir? Cavab A variantı. Bələdiyyənin statusu qanunla müəyyəndir. Statusun əsasları Konstitusiya ilə müəyyən edilirdi. Ona görə bu sualda bir balaca ehtiyatlı olmaq lazım. Keçən 26-cı sualımıza Konstitusiya əsasən Azərbaycan Konstitusiya əlavələrin qəbul edilməsi qaydasına aid deyil. Bax, yenə deyirəm ki, imtahan zamanı əgər bunlar abzas içərisində verilərsə, bunlardan ehtiyatlı olaq, çünki bunlar başqa bir maddələrə aid olur. Cavab 26-cı sualda D variantıdır. Konstitusiya əlavələr, yəni Konstitusiya əlavələr haqqında konstitusiya qanunları ikinci dəfə səsvermədən sonra dərc olundan yox, imzalandıqdan sonra qüvvəyə minir. Bəzən bax bunlar belə qoyub içindən
söz oyunları, bəzən isə daha çox hallarda maddəni qoyub başqa bir maddəni cümlələr gətirib qoyurlar. Burada isə qeyd edim ki, dərc notunu imzaladıqdan sonra qüvvəyə minir. Keçəyin 27-ci suala. Dövlət haqqında qanuna əsasən hər iki inzibati vəzifə ortaq olan cəhəti göstərir. 1 və 2. Prezidentin xüsusi nümayəndəsi və milli məclis aparatında şöbə rəhbərinin müavini vəzifələri. Yəni bunlarla bağlı olaraq biz nəyi qeyd edirik? Burada 1 və 2. Hər iki 27-də B variantıdır. Hər iki inzibati vəzifə tutan şəxsə ikinci dövlət müşaviri ixtisas dərəcəsi verilə bilər. Niyə görə? Burada prezident xüsusi nümayəndəsi birinci təsdiqat, milli məclis aparatında şöbə rəhbəri müavini ikinci təsdiqat. Hər iki ikinci təsdiqata aiddir, səhvdir. Üçüncü təsdiqata aiddir, səhvdir. Yəni A və C variantları səhvdir. Yəni birinci təsdiqata bu aid olduğuna görə 1, 2 üçüncü dövlət müşaviri verilir, ikinci dövlət müşaviri verilir. Burada bir şöbə müdiri isə ikinci təsdiqat aldığına görə 2, 3, 5. Yəni hər ikisində ikinci dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilə bilər. Növbəti testə keçək 28-ci testdə. Deməli, yeni dövlət qulu haqqında qanuna əsasən inzibati vəzifənin üçüncü təsdiqatının ən aşağı ixtisas dərəcəsi burada isə dövlət qulunun kiçik müşavir, baş müşavir, müşavir və kiçik müşavir məsələsi var. Dövlət qulluğuna 29-cu sual cavab D variantında hansısa da xitam verilə bilməz. D niyə? Dövlət qulusu pensiya yaşına çatdıqda elə olmur. Dövlət qulusu dövlət qulluğunda olmanı yaşatılacaqlar. Digərlərində isə olduğu kimidir. 30-cu sual gələk. Naxçıvan Muxtar Respublikasının Audiovizual Şurası lisensi kateqoriya dövlət orqanıdır. Burada qeyd tam getməyib, burada olmalıydı. Naxçıvan Milli Televiziya Radio Şurası. Azərbaycanda Audiovizual Şuradır. Naxçıvanda isə Milli Televiziya Radio Şurasıdır. O isə üçüncü kateqoriya dövlət orqanıdır. Azərbaycan bir də deyim ki, Audiovizual Şura ikinci kateqoriyadır. Yəni biz Azərbaycan dəyişiklik adının aslında isə Milli Televiziya Radio Şurası, o isə üçüncü kateqoriya dövlət orqanıdır. 30-cu sualda cavab B variantı. 31 sual ki, dövlət haqqında qanuna əsasən dövlət qurusunun əsas hüquqlarına aid deyil. Bir-bir oxuyaq. Cavab burada D variantıdır. Amma ki, əmanətlərdən, depozitlərdən, qiymət kağızdan, rentadan və icarədən gəlir götürmək. B variantı. İlk tərəfdən öz şəxsi işinin bütün materialları ilə şəxsi tikilməli olan rəylər və digər tanış olmaq, habelə öz zatının şəxsiyyət tikilməsini tələb etmək. C variantı isə şərəf və ləyaqətinə xələl gətirən məlumatları təqsid etmək üçün xidmətlər araşdırılması tələb etmək. D variantı müvafiq orqana məhkəmədə öz qanuni hüquqlarının mənafeyini müdafiə etməsi. 32-ci suala keçək ki, dövlət qulu haqqında qanuna əsasən dövlət qulunun məsuliyyətə bağlı düzgündür. Deməli, deyək görək ki, burada D variantı niyə A variantı səhvdir? Dövlət qulusu qanunvericilik hallarda və qədər inzibati və mülki yox, inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. B variantı. İntizam tənbih tədbiri əmr onun imzaladığı gündən sonra 7 iş gündən sonra müvafiq icra şərt edilir. Onun imzaladığı gündən 7 iş gündən sonra yox, 7 iş günü ərzində şərt etmək olardı. C variantı niyə səhvdir? Dövlət qulluqçusu onun təqsirində dəymişlər üçün qanunvericilik məsələsi mülki yox, maddi məsələ daşıyır. Budur ki, D variantı olur ki, dövlət qanuna uyğun hərəkətin nəticəsində dəymiş zərərin əvəzi tam həcmində Azərbaycan dövlət büdcəsinin, Naxçıvan büdcəsinin vəsaiti hesabına ödənilir. Keçən 33-cü sualla və burada nədir? Dövlət qulu haqqında qanuna əsasən dövlət qulusunun fəaliyyətinin qiymətləndirməsi kim tərəfindən həyata keçirilir? Cavab bilavasitə rəhbər tərəfindən həyata keçiriləcəkdir. 34-cü suala baxalım, düzgün cavabı qeyd edəcəyik. Dövlət qulu haqqında qanuna əsasən dövlət orqanı rəhbəri tərəfindən təqdim olunmuş namizədlər sırasından seçim edilərsən kimlərə üstünlük verir? Artıcı seçsin və tam cavab istəyir. A variantında qeyd edilib müsahibədə daha yüksək nəticə əldə etmiş, cavab səhvdir. B variantında ali təhsil piyası daha yüksəkdir, yenə cavab səhvdir. Müsabiqə, hər ikisi müsabiqə ilə başlayır və müsabiqədə daha yüksək namizəd əldə etmiş. Odur ki, C və D variantları olacaq. D variantı səhvdir. Müsabiqə daha yüksək əldə edilmiş namizədlərə. Müsabiqə nəticələri bərabər olduqda təhsil fərqlərini bitirənlərə və xarici dil bilənlərə. Amma C variantı tam cavab. Müsabiqədə daha yüksək namizəd əldə etmiş namizədlərə. Müsabiqə nəticələri bərabər olduqda ali təhsil pilləsində daha yüksək, ali təhsil pilləsində daha yüksək səviyyə bitirənlərə təhsil səviyyəsi eyni olduqda təhsil müəssisəsini fərqlənməklə və xarici dil bilənlərə verəcəkdir. Sonraki 35-ci tezdə keçək. Qanunun aşağıdakı hansı yanlışdır? Burada cavab adı. Niyə adı? Dövlət orqanlarında siyasi partiya və ictimai birliklərin üsulları qanunla verilmiş qayda yaradır.
Ümumiyyətlə, dövlət orqanlarında siyasi partiya və ictimai birliklərin strukturları yaradılır. Nəinki qanunvericilikdə. Digərləri isə bir oxuyum ki, Azərbaycan Respublikasında bu qanun tətbiqi nəzarət edilir, yəni dövlət haqqında qanun tətbiqi nəzarət edilir. Normativ mövcud təminatını idarə müşavirəsi keçirilir. Düzdür. Şuranın qəbul etdiyi qərarların məcburi, müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq demək, prezident, milli məclis sədri və konstitusiya sədri tərəfindən təmin edilir. Dövlət orqanında struktur qurumunda işləyən müəyyən edilmiş say həddi daxilində şöbə, onun tərkibində isə sektor yarada bilər. Düzgün cavabdır. 36-cı suala keçək. Demək, 36-cı sualda nə edir burada cavab? Vətəndaş A insan hüquq müvəkkili Ombudsman aparatına şikayət vermişdir. O şikayətdə bildirir ki, aparatın mütəxəssis vəzifəsində çalışan B bir neçə gün əvvəl qanun müraciəti ilə əlaqədar telefon danışığı zamanı kobud, bəzən nalayiq ifadələrdən istifadə edərək mədən davranış qaydalarından kənara çıxmışdır. Bununla bağlı etik davranış qaydasını pozmuşdur. Vətəndaş A B haqqında tədbirlərin görülməsi və nəticələr barədə ona məlumat verilməsini xahiş etmişdir. Dövlət qurumunun etik davranış bağlı situasiya bağlı yanlışdır. 1. Vətəndaş A-nın şikayəti B-nin inzibati məsul cəlb əsasdır. Axı, burada inzibati söhbət gedə bilməz axı. Səhvdir. 2. Mədən davranmaq vəzifəsi etik davranış qaydalarının biri kimi qanunda nəzərdə tutulmadan bir pozuntuya yol vermişsə de. Axı, qanunda nəzərdə tutulub axı. Odur ki, 1 və 2 yanlış cavabdır. Keçəyin digər testdə 37-ci testdə. Etik davranış haqqında qanunası dövlət orqanı rəhbərinə aid deyil. Düzgün cavab D variantıdır. Niyə dedik? Yəni, birdən baxaq. Etik davranış qaydalarının pozulmasının qarşısının alınması istiqamətində profilaktika xüsusi tədbirlər görməlidir. Ona görə üzrə sözü olmalı. Keçən 38-ci sual. Etik davranış qaydaları haqqında qanun əsas. Tərəflərdən biri dövlət qulluqçusu. Qulluq keçdiyi dövlət orqanı olana qədər də həmin dövlət qulluqçusu digər tərəf ola bilməz. Bu hansı etik davranış qaydalarına aiddir? Cavab A. Korrupsiyanın qarşısının alınması. Gəlin 39-cu suala keçək. Korrupsiya qarşı mübarizə haqqında qanun əsən, korrupsiya ilə qədər hüquq pozmaya bağlı məlumat verməyə aid deyil. Bunlardan 39-cu A variantı, B variantı, C variantı sırf bu maddəyə aiddir. Amma D isə bu maddəyə aidiyyəti yoxdur. Korrupsiyaya qədər hüquq pozmaya bağlı məlumat vermiş şəxs özü barəsində D variantı, məlumatın açıqlamadı istədiyi halda saatlı struktur bölmə şəxs, orqanın qurumun rəhbəri korrupsiya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun kompetensiyalı təmin etməlidir. Digər maddəyə aid. 40-cı suala keçək ki, korrupsiya qarşı mübarizə haqqında qanuna əsasən korrupsiya qədər hüquq pozmaları qanunvericiyə müəyyən edilmiş qayda hansı məsələ səbəb olmur? Mülki məsələ. Niyə? Çünki bu sual düşür və orada mülki yox, mülki hüquq məsələ. Digər bir suala keçək zəhmət olmasın. 41-ci sual. Dövlət bayrağının istifadə qaydaları haqqında qanunda aşağıda hansı yanlışdır? Cavab C variantı. Niyə C variantı? Azərbaycan Respublikasının qanunverici nəzərdə tutulmuş və ya müvafiq icra orqanı tərəfindən elan edilmiş matəm günlərində Azərbaycan dövlət bayrağı dəstəyinin və dirəyinin yuxarı hissəsində uzunluğu 10 sm. Xeyr, uzunluğu olmamalıdır. Eyni 10 sm qalaraq rentbəkidir və ya dövlət bayrağı dirəyin yarısına qədər aşağı, yarısına qədər endirilir. Sonraki testə keçən 42-ci sual. Məlumat satığı haqqında qanuna əsasən qanuna müəyyən edilmiş qayda əməliyyat axtarış zamanı əldə edilən məlumatlar, haberçinin işin istəyi əlaqədar toplanan məlumatlar istisna olmaqla şəxsiyyət onun haqqında toplanmasına qədər hansı hüquqa malikdir? Cavab B variantı. Onun barədə toplanan məlumatların məhv edilməsini tələb etmək hüququna malik deyildir. Ne demek ki, onun haqqında toplanan məlumatların məhv edilməsini tələb etmək hüququna malikdir. Növbəti tezə keçək. Dövlət dili haqqında qanuna əsasən dövlət dili fəndən imtahan verməlidir. Burada isə A variantıdır. Azərbaycan Respublikasında ali və orta peşə ixtisas təhsil müəssisələrinə qəbul. 44-cü suala keçək zəhmət olmasa. Burada nədir? Vətəndaşların müraciətə baxılması haqqında qanuna əsasən vətəndaşların hansı yanlışdır? Deməli, burada D variantı çıxıbdır. Müraciətin daxil olma tarix və qeydiyyat nömrəsi qoyulurdu. Müraciət edənin xahişi ilə nömrəsi, qeydiyyat nömrəsi, tarixi və icrasına dair məlumatlar verir. Xahiş yox, onun tələbə əsasında olacaqdır. Burada xahiş məsələsi yoxdur. Qanunlar digər variantların hər biri düzgün cavabdır.
45-ci suala keçək zəhmət olmasa, yenə vətəndaşa müraciət baxması haqqında qanundandır. Məişət zorakılıq haqqı barədə şikayətdə nəyin əlamətləri olmadan şikayətə baxılması qaydası, məişət zorakılığının qarşısının alınması haqqında qanunla tənzimlənir. Cinayət tərkibinin əlamətləri olmaz. Cavab C variantı. Və 46-cı suala keçəyim. Deməli, tələbələr çox vaxtı təzə karguzarlıq deyir. İmtahanda bax bu təlimat belə başlığı düşür deyə çaşmayasınız. Adı belə gedir. Dövlət orqanında, dövlət mülkiyyətində olan payın, səhmin, nəzarət sərfi, dövlətin məxsus hüquqi şəxslər, büdcə təşkilatlarda kağızda aparılması da təlimat. Bu təlimata əsasən təşkilatın və usul bölməsi rəhbəri dəyişdi. İşçilər və icra sənədlər necə olacaqdır? Akt üzrə təhvil verir. Burada isə akt variantı olmalıdır. 47-ci suala keçəyim. 47-ci sualda deməli, dövlət orqanları dövlət mülkiyyətində olan payın nəzarət zərfi, dövlətin məxsus hüquqi şəxslərdə, büdcə təşkilatlarında kağızların aparılması dair təlimatda protokolun hazırlanması və tərtib edilməsinə aid deyil. Cavab B variantıdır. Niyə B variantı? Protokol mətni geniş yox. Giriş və əsas hissəsindən ibarət olmalıdır. Digər variantlarda isə oxuyaq, heç bir şey yoxdur. Təşkilatın kollegial orqanı iclaslarının, habelə təşkilat rəhbərinin göstərişi ilə digər iclas müşavir protokol yazmalı. C variantı. İstiqamə aparılan iclasların protokolları tərtib edilərkən çıxışların məzmunu verilmir. Müvafiq qayda tərtib edilmiş istiqam mətni protokola əlavə edilir. D variantı. Protokol təşkilat rəhbəri və iclas şahid tərəfindən imzalanır. Təqvim çərçivəsində nömrələnəcəkdir. 48-ci sual keçək ki. 48-ci sualda cavab adım, dövlət orqanı, dövlət mülkiyyətində olan payların nəzarət zərfi, dövlətin məxsus hüquqi şəxslər, büdcə təşkilatlarında kağızın aparılması da təlimat əsasında nəzarətdə olan sənədlərin icrası haqqında təşkilat rəhbərinə ayda neçədən az olmayan cavab verməlidir. Ayda bir dəfədən az olmayaraq cavab verilməlidir. Keçək 49-cu suala. Elektron imza ilə bağlı sualdır. Elektron imza və elektron sənəd haqqında qanun əsasən elektron formada və sertifikasız olduğuna görə sertifiklaşdırılmamış imza vasitəsi yarandığı görə elektron imza B variantı etibarsız sayıla bilməz. 50-ci sual. Elektron imza və elektron sənəd haqqındakı qanun əsasən aşağıdan hansı doğru deyildir? Deməli, burada D variantıdır. Dövlət hakimiyyət orqanları və yerli özdarma orqanlarına fiziki və hüquqi şəxsin göndərdiyi məlumat bildirişi onun sertifiklanmış imzasız təsdiq edəcək. Xeyr, dövlət hakimiyyət orqanları və yerli idarə orqanlarında gücləndirilmiş imza ilə təsdiq olunacaq. Dövlət sirri ilə bağlı məsələlər sertifiklanmış imza olacaqdır. A variantı elektron formada və sertifikasız olduğuna görə sertifiklanmış imza vaziyarında elektron imza etibar sayıla bilməz. Bu düzgün cavabdır. B variantı Azərbaycan qanun versiyasında yazılmış hallar istinadla sertifiklanmış imza vaziyarı yaradılmış və qüvvədə olan təkmil səviyyədə güclənmiş imza hər imzası bərabər hüquq qüvvəyə malikdir. Düzgün cavabdır. C variantı elektron sənəd və elektron imzanın həqiqini təsdiq etmək və imza sahibi şəxsiyyətini identifikləşmək məqsədilə imzanın yoxlanması həyata keçiriləcəkdir. 51-ci sual. Elektron imza haqqında və elektron sənəd haqqında qanun əsasən aşağıdakılardan hansı yanlışdır? Və burada da D variantıdır. Niyə D variantıdır? Onu deyək. Eyni şəxs tərəfindən kağızlaşdırıcı və elektron formada tərtib edilmiş eyni məzmun sənədin hər biri müstəqildir, bərabər hüquq verməkdir. Bu halda kağızlaşdırıcı sənəd elektron sürət sahibi xeyir sayılacaqdır. A. Elektron sənəd ümumi və xüsusiyyətdən ibarət quruluşa malik olacaqdır, düzdür. B. Elektron sənədin məzmunu və ünvanlanmış şəxs barədə məlumat onun ümumi hissəsində qeyd olunur, düzdür. Elektron sənədin identifikləşdirilməsi həqiqinin müəyyənləşməsi zəruri olan rekvizitin sayısı qanunverici uyğun olaraq müəyyən edilir. Keçən 52-ci sual cavab D variantıdır. Dövlət orqanlarında dövlət qulluqçusunun qulluq stajına görə əlavə haqqın müəyyənləşdirilməsi və qaydalara əsasən 15 ildən çox qulluq stajı olan dövlət qulluqçusu neçə faiz? 30% məbləğində olacaqdır. 5 ildən 10-a qədər 10%-dir, 10 ildən 15-ə qədər 20%-dir, 15 ildən çox olursa 30%. 53-cü suala keçirik ki, dövlət gerbinin qabaq təsviri haralara vurulmur? Cavab C variantıdır. Prezidentin iş otağı. Niyə? Çünki prezidentin xidmət otağına vurur. O cəhətdən. Keçən 54-cü suala. Konstitusiya Məhkəməsinin fəaliyyəti və hakimin statusu nə ilə müəyyəndir? Cavab Konstitusiya Məhkəməsi haqqında Azərbaycan qanunu eləməyidir. Və nəhayət keçən ən axırıncı sual. Vədə öz fəaliyyətlər bəzən hansı subyektə təqdimat verirlər? Cavab Milli Məclisə hesabat təqdimat verəcəklər.
Yəni belə desək ki, bu qədərdir və hər birinizə bolluca kim imtahanda iştirak edəcəksə iyun ayının 22-si və yaxud da ki, iyul ayında və digər aylarda iştirak edəcək şəxslər uğurlar arzulayırıq. Elbrə Akademiya adına və bizim növbəti sınaqlarımızda və yenə hər ay təşkil edəcək sınaqlarımızda iştirak etmək diləyi ilə və suallarınız da olarsa bildirə bilərsiniz və bir daha hər birinizə də uğurlar. Təşəkkürlər.